İzləyicilərimiz soruşur ki, mədə xoraları və 12 barmaq bağırsaq xoraları hansı əlamətlərlə özünü büruzə verir? Dəyərli izləyicilər, yaz və payız ayları xoraların kəskinləşdiyi aydır. Bu ayda bizə bu səbəbdən müraciət çoxdur. Bütün xoraların həm mədə, həm 12 barmaq bağırsaq xoralarının oxşar əlamətləri var. Epiqastral ağrı, ürək bulanma, qusma, iştahsızlıq, köp kimi əlamətlərlə özünü göstərə bilər. Lakin bu şikayətləriniz varsa, mütləq mütəxəssislərə müraciət edin ki, onlar ayırsınlar xora hardadır, hansı mərhələdədir, səbəbi nədir və doğru diaqnoz, doğru müalicə həyata keçsin. Amma çox maraqlıdırsa deyə bilərəm. Mədə xoraları ən çox yeməklərdən yarım saat və 1 saat sonra epiqastral nahiyədə başlayan ağrılarla xarakterizə olunur. 12 barmaq bağırsaq xoraları isə ən çox aclıq zamanı baş verən ağrılar, gecə artan ağrılar və qida qəbulundan sonra keçən ağrılarla müşayiət olunur. Bütün bu şikayətlər, yuxarıda saydığımız digər ümumi şikayətlər varsa, mütləq həkim mütəxəssislərə müraciət edin. Çünki xoraların qanaxma kimi, perforasiya kimi ağrılaşmaları var. Belə ağrılaşmalarla üz-üzə qalmayın.